Məzarda şəhid uyur, uyur, göz yaşıyla ana məzar yuyur. Sızıltısın oğlu duyur, duyur, gördüm ana yana yana deyir. Gördüm ana yana yana deyir. Sızıltısın oğlu duyur, duyur, gördüm ana yana yana deyir. Gördüm ana yana yana deyir. Şəhid balam lay 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 lay, İgid balam lay 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 lay. Ay etibarım var eyvah eyvah. Şəhid balam lay 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 lay, İgid balam lay 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 lay. Ay etibarım var eyvah eyvah. Sönmüş ocaqlarda çıraq oldu, vətənə dar gündə dayaq oldu. Hüseyn, Hüseyn deyib şəhid oldu, Beynül hərəmeynə qonaq oldu, Beynül hərəmeynə qonaq oldu. Hüseyn, Hüseyn deyib. Şəhidlərimizin övladları var. Allah hamınıza kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bax bu şəhidlərimiz, qazilərimiz bugünkü gündə biz gedirik alnı açıq alınmış o torpaqlara. Düzdür, həyəcanlanıram ona görə ki çətindir. Çox biz analar üçün, şəhid bacılar üçün, şəhid yoldaşlar üçün çox çətindir. Ona görə ki ağırdır. O ürəyimizdə o yara var ha. O bizim ölənə qədər o yara bizdən gedəcək. Hər bu alınmış torpaqlara bununla mən 3-cü dəfədir gedirəm. Mən istəyirəm ki elə bax o dağlara çıxanda mən nurlarımı çağırıram. Bütün şəhidləri çağırıram. Deyirəm sizin o qanınız tökülən yerlərə mənim canım qurban, ay şəhidlər. Sizin Allah səbr versin şəhid analarına, atalarına, yoldaşlarına, balalarına, bacı qardaşlarına. İndi Allah sizin də canınızı sağ eləsin. Arzu xanımı Allah canını sağ eləsin ki, o gün olma zəng gelib deyəndə ki, ay ana, gedirik turla Şuya, Ağdama, Xankəndə. Xankəndinə mən qızlar getməmişəm. Ağdamada hələ ilk dəfədir. Amma Şuya getmişəm. Yenə də Allah bizim gözəl şəhidlərimizə rəhmət eləsin. Onların məkanları cənnət olsun. Xalqımıza indən belə pis gün görsətməsin. Həmişə ordumuzu qorusun. Prezidentimizi qorusun. Prezidentimizin yumruğuyla bizim şəhid balalarımız o torpaqlarımızı azad elədilər. Onların, biz analar o balalara qurban. Biz ölənə qədər öz balalarımızın, şəhid balalarımızın haqqını qaytara bilmərik. Əziyyətlə böyütdük, düzdür. Çox əziyyət çəkmişik analar. Elə analar var ki, çırağı keçir. Gənə də şükür, yerdə qalan balalarına dəyməsin, qız övladlarına dəyməsin. Bax, bu şəhidin balaları bizim əmanətimizdir, şəhidlərin əmanətidir. Onlar bizim nəvələrimizdir. Biz anaların nəvələridir, onlara mənim canım qurban. Yenə də Allah günümüzü uğurlu eləsin, gözəl müəllimlərimiz, gözəl şəhid analarımız, gözəl şəhid yoldaşları. Hamınıza mənim canım qurban. Şəhid bacısı, ruhları şad olsun. Siz Ağdam şəhərinə xoş gəlibsiniz. Allah sizlərə var eləsin. Bir dənə qoy bu müəllimə. Burada bir 5 dəqiqə saat mən burada məlumat verim. Biz məscidi şəhərdə xiyaban keçəndən sonra siz çıxış edərsiniz. Biz azalmışıq, 5-6 dəqiqəyə giririk ora. Afət müəllimə. Mən. Afət müəllimə.
gəlirsən. Hə, bəli. Məmmədoğlu Ağcabəd rayon Şəhidlər Xiyabanında dəfn olundu. Hansı ki o 1990-cı ildə hərbi xidmətə yola düşüb, torpaqların müdafiəsi uğrunda döyüşə qatılıb. İtkin adı altında, itkin düşərək heç bir xəbər yox idi. Çox şükür. Bu da 44 günlük zəfərin bir bariz nümunəsi idi ki, o düşmən tapdağı altında qalan torpaqlarımızdan tapıldı, ailəsinə təhvil verildi. Buna görə ordumuza, əskərlərimizə Allah can sağlığı versin. Allah qazilərimizi qorusun. Hansı o qazilər ki, biz onların bədənlərinin bir hissəsini o torpaqda dəfn eləyib gəliblər. O qazilər ki, gözlərini itiriblər, işığını o torpaqlarda qoyub gəliblər. Amma yenə vətən sağ olsun deyirlər. Şəhid anaları bugün burada vətən sağ olsun deyirsən, biz doğrudan da basılmaz bir ölkənin vətəndaşlarıyıq. Vətən nədir? Vətən su ilə yoğrulanda palçıq olur, qarla yoğrulanda vətən olur. Vətən bütöv olanda ana vətən olur. Eşq olsun analarımıza. Allah onları qorusun. Allah onların başlarını daim uca eləsin. Və əgər icazə versəydiniz bir qədər geniş danışardım. Ulu öndərimiz hakimiyyətə gələndə torpaqlarımızın artıq işğal altındaydı hər biri. Hər birimiz ona bir xilaskar kimi bağırdıq. Doğrudan da elə oldu. Bu zəfərin təməlini eləməz ulu öndər qoydu. Və o çıxışlarının birində çox gözəl qeyd etdi. Dedim, mən İlham Əliyevə özüm qədər inanıram. Və biz də sizin qədər inandıq. Biz də sizin qədər güvəndik. Ordu ilə, xalqla bir olduq. Cənab Prezidentimizin arxasında möhkəm dayandıq. Məhz o möhtəşəm qələbəyə 8 noyabra tarixi bir imza atdıq. Və buna görə yenə də şəhidlərimizin ruhu şad olsun. Yenə də Cənab Prezidentimizin bir sözü var. Özü çox gözəl qeyd elədi Gənclər günündə. Dedi, biz nə qədər güclü olsaq da, nə qədər silahımız, sursatımız olsaq da, məhz o Şuşa qayalarını dırmaşan Azərbaycan əskəri oldu. Azərbaycan gənci oldu. Buna görə şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik. Onların ruhları şad olsun deyirik. Təbii ki, bu yolu getmək bizim üçün çox çətindir. Çünki biz şəhid vermişik. Düzdür, şəhidlər ölməz, vətən bölünməz, amma elə onlarla da biz yaşayırıq. Bilmirəm, ikili dünyadayıq. Cismimiz yer altında, ruhumuz göydədir. Yerlə göyün arasında necə yaşayırıq, şəhidlərlə bir yaşayırıq. Düşünürəm ki, burada gedən müəllimələrimizin hər biri, müəllimlərimiz də var. Və təbii ki, onların hər biri tədrislə məktəbdə işləyirlər. Məktəb də ki, bizim gələcəyimizdir. Çünki orada gələcəyin qəhrəman evladları böyüyür. Çünki onlar gələcəyimiz onların əlində olacaq. Zaman-zaman biz də köçəcəyik. Təbii ki, heç kəs dünyanı tutub qalmır. Amma gələcək onların əlindədir. Biz bugün torpaqlarımızı qaytarmışıq. Sərhədlərimizdə bayraqlarımız dalğalanır. Amma onu qorumaq, saxlamaq gələcək nəsillərin əlində olacaq. Ona görə də mən həmkarlarımdan həmişə bunu görürük təbii ki. Çünki əgər bu olmasaydı, heç bu 30 ildə bu 44 günlük vətən müharibəsində olan gənclərin qəhrəmanlığı hər birimizin gözümüzün qabağındadır. Onların döyüş yoldaşları, qaziləri danışır. Biz onlarla qürur duyuruq doğrudan da. Yəni onları yetişdirən də müəllimlər oldu, analar oldu, valideynlər oldu. Hər birinin qarşısında baş əyirik. Amma yenə də biz o deyirik, ideologiya, təbliğat çox böyük bir şeydir. Çünki bu torpaqlıq, bu tövdürsə belə də saxlamalıyıq. Bu da müəllimlərimizin boynuna çox ağır yük düşür. Ona görə də təbliğat ən böyük bir işdir, ən böyük bir imzadır ki, biz onu atmalıyıq. Allah sizləri qorusun, hər birinizə can sağlığı arzulayıram. Ali baş komandanımızı Allah qorusun. Bu turu təşkil edən Arzu müəlliməyə də Allah kömək olsun. Hər zaman biz bir olaq, biz birlikdə güclüyük. Eşq.